Baxın, görün, əziz dostlar, bir erməni, Rusiyanın erməni şərhçisi, politoloqu, hamısı ermənilər də Simonyandır, Baqdasaryandır, bu Baqdasaryan da danışan. Simonyandır, bilməm, Keosayan da ölüb. Deyirsə, ölməyib, xəbərimiz də yoxdur. Şad xəbər deyər, hələ ölüb də orada başın üstündə ağlayırlar. Deyirsə, apardılar, basırdılar. Simonyan da orada, bilməm, Babayan da, hamısı da onlardır, bunlar da, pusad orada da. Xarici işləri də, nazirləri də ermənidir. Oradan ancaq, baxın, görün, bu erməni Rus siyasətçisi nə danışır? Но Турция сейчас находится в тяжелом положении. Давайте воспользуемся. Изгоним ее из Средней Азии, расколем ее влияние на Украине, выгоним с Южного Кавказа и поднимем определенные силы в Турции и вернем в состав нашего государства то, что исторически принадлежит нам. Константинополь! Над храмом Святой Софии воздвинем крест, кстати, поставьте нам в конце храм Святой Софии, фрески, которые уже спрятаны от людей, и музыку, молитву на арамейском языке. Можете на русском. Подготовьте. Может, хватит? Вернем все это себе. Они считают юг России ихний, значительная часть там положена, это ихняя, Сибирь ихняя, а мы почему не считаем то, что действительно это никогда ихняя не было. Турок, это не тюрк. В зеркало пусть посмотрят, что есть между турком, значит, якутом, киргизом и казахом. Да ни черта общего нет. Это все, что я бы сказал, что я китайец. Ну, не китайцы, не pохож. Такие эти. Saniye kimi demiştim, burada sağla zəhmət olsa çox uzundur bu. Baxın, əziz dostlar, saxlayın burada zəhmət olmasa. Baxın dostlar, eşidirsiniz nə deyir? Eşidirsiniz? Deyir, Türkiyədə vəziyyət indi pisdir. Niyə biz bundan istifadə eləməyib, oradakı qüvvələri qaldıraq, aranı qataq? Eşidirsiniz? İndi bilirsiniz, sapın ucu, ipin ucu haralardandır. Hə? Diqqət, diqqət. Həyəcan, həyəcan. Burada çox diqqətli olmalıyıq. Əlhəqqə 2800-dən artıq insan baxır bizə. Dostlar, siz like şərhəsini tıklayın ki, haradan baxdığınızı yazın ki, daha ordumuz böyüsün indi. Çünki eşidirsiniz nə deyir? Deyir, Türkiyədə vəziyyət pisdir. Bunu ara qarışıb orada, biz orada öz qüvvələrimizi надо поднять определенные силы. Yəni işləyir orada. Həmən o FSB orada işləyir. Təkcə o deyil, öz müttəfiqlərin də orada kəşfiyyatı işləyir. Qaldıraq onları dirəyə. Türkiyə, Allah Konstantinopoli deyir. Bu Yakutları da, Qazaxları da, Özbəkləri də. Onların nə əlaqəsi var? Onlar Türk sayırlar deyir. Bunların Türk olduğunu biz məhv etməliyik. Allah deyib istifadə eləyək. Görürsünüz necə bağırır? Necə boğazını yırtır bu? Alçaq. Çünki qorxu bizim qorxudur. Ola bilirlər ki, biz çox sadə heç nə etməmək, heç nə, sadəcə Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türk olduğumuzu biləndən sonra, Təbrizdə də, heç bir şey lazım, beynimizi pozublar, manqurtlaşdırırlar da, taxtabaşlaşdırırlar bir çox insanları. O beyin özünə qaydandan sonra ki, özünə baxıb güzgüyə baxırsınız, biz nəyə oxşayırlar, taxtabaşlar kimi oxşayırlar, elə bir ki, bir aslandır, uşaqlıdan doğulub, uşaqlıdan muyun kimi alçaqlar, ona deyirlər ki, sən uzun qulaqsan, sən eşşəksən, sən uzun qulaqsan, taxtabaşsan. O böyüyəndə, həmən o aslan, o kəkili filanı çıxırır belə də, o aslandır. Hamı qıraqdan baxır, ona deyir ki, ey aslan, necəsən sən? Aslan deyir, yo, mən aslan deyirəm, mən uzun qulağam, onlar çünki beyindən yeridiblər bana. Bax, türklüyü də beynimizə nə çıxardıblar? Deyirlər, hayes Türkes, erməni deyir, Türk deyir, yo, mən Türk deyirəm, kako Türkes, yəni Türk. Yəni, məsəl üçün də indi Azərbaycanlıyam, məsəl üçün, belə söz deyir. Bu həmən hadisədir. O bilir ki, Bilgə Xaqanın hələ 1400 il, 1500 il bundan əvvəl daşlara yazdığı formula, ey Türk, sən özünə dönəndə böyük olursan, o formula üzrə biz özümüzə dönsək, bu məhv oldu. Biz də heç kimi alan deyil, heç kimi də dağdan deyirik, sadəcə güclənirik. 300 milyonluq bir orqanizmə çevrilirik. Ordumuz 4 dəfə bunlardan güclü olur, həm də əzimkar olur. Nə ora basıb Moldovanı, nə basıb Gürcüstanı, nə basıb orada Litvanı ala bilməyəcək. Və bizim dünyamızda çox küçük olacaq. Ona görə deyirlər, hara baxırsınız, ara qarışdıraq deyir Türkiyədə, qarışdıraq oranı, alaq Konstantinopoli. Bu bunun siyasətçisidir. Baxın görün bunun keşişi nə danışır? Rus keşişi. Многие наши властимущие воспрянули духом после встречи с американцами. Но все великие православные империи, Византия и царская Россия, пали из-за происков латинян Запада. Бог сохранил нам Россию и поднял ее с колен не для того, чтобы мы снова преклонились перед Западом. А я
вижу, что многие уже хотят быть обманутыми, и нам грозит раскол элит, как в 1917 году. Я несу служение в Крыму, сакральном месте, где Владимир крестился и принял для Руси крест Византии. И пока нас искушает Америка, сын сатаны, Зеленский плетет свои интриги в Турции, там, где священный Константинополь. Не это ли насмешка сатаны? Но мы не дадим ему праздновать победу, и верю, что и Константинополь вернется в родную гавань, как и Крым, в лоно православное. Eşidirsiniz alçaq nə deyir? Taxta baş. Bəlkə başına bir nəysə açasan da, bir nəyəsə bir qulaq asasan nə deyir? Alçaq. Deyir ki, Kırım'da oturup deyir, bu Kırım'ın keşişidir. Ama benim torpağımda oturup, deyir ki Konstantinopol İstanbul'u almalıyıq biz geri. Radnoy Gavindir, öz evinə qayıdacaqdır İstanbul. Hala sen ara Konstantinopol alasan, bir Roma alasan, Yunansan. Ama Kırım'da oturup, ömür boyu oraya Kırım xanlığı, Giray xanların məkanı, gözəl ölkələrimiz, dövlətlərimiz, o Yekaterina, o atla dost olan, bilməm də, yaxınlıq eləyən olduqca hansısa böyük bir imperatriça, o ordunu, hemen o Qərbin əleyhinə danışır, ha, satana deyir onlara. Onlardan silah alıb, onların ordu manierasını öyrənib, oradan ordu başçılarını, bilməm, orada Barclay de Tolly filanını gətirib, o Piotr o gətirib, amma sonra da onlar bəyənmir. Onunla birlikdə Kırımı əlimizdən alıb. Alçaq. İndi oturub orada, keşişdir bu. Heç ömründə bizim dini xadimdən buna bənzər bir sözlər eşitmişsiniz. Ümumiyyətlə bizim dini xadimlərimizin, bax bizim, millətin tarixindən, bizim gələcəyimizdən, keçmişimizdən, mütəfəkkirlərimizdən, hə? Bizim dini xadimlərin, bizim millətin qüdrəti və onun çıxarından, düşmənlərimiz kimdir, dostu düşən tansında bizə. Ancaq deyir ki, o, kimsə əlini uzatdı belə, ayı çəkdi bir yana, oradan gələndə gözü açıldı. Bizim dini xadimlərin danışını görmüsünüz də. Hansı nağılları danışırlar da bizə. Eşidirsiniz bunun dini xadimi nə deyir? Bizim dini idarənin buradakı nümayəndələri. Başa düşürəmək, yazsa gedirsiniz, 5-10 mark qazanırsınız, harasa filankəs yaxşı məclis aparır. Hansı məclis aparırlar? Halva yiyib, plov yiyən məclis aparır. Məclislərinə bax bunların. Oturub orada ərəbcə nəsə danışır, heç başa düşmür danışır. Sonra da yaxşı ki, elə bizim türk dilində də, bizim dilimizdə də keçəndən sonra deyirsən, ay sən Allah danışma, qoy 5 dəqiqə burada doğadan plovdan geç çıxaq gedək də. Eşidirsiniz nə deyir bunun dini xadimi? Bu dini xadimdir. Bu Allahdan danışmalıdır. İnsanlara mərhəmətdən danışmalıdır, sevgidən danışmalıdır. Və xristiyanlıqda da var da, bilirsiniz də, həmin Bibliyanı oxusunlar da, Vet Xızaveti, Novu Zavet hamısında var, dini kitablarda da. O dini kitablardan danışmalıdır. İnsanı öldürmə deyib Allah, oğrama deyib Allah, Tanrı deyib ki, idol yaratma, sən onun sevgisi ilə yaşa, insan sevgisi. Возлюби ближнего, ибо он возлюбит тебя. Bu hardandır? Sənin Bibliyandandır da. Deyir ki, sev yanındakı insanı, çünkü o da səni sevəcək, sən onu sevsən. Və Avropada biz bunu görürük, bir insandan bir yüzünə gülməyə falan sev. Bu deyir ki, Konstantinopol almalıyıq. O birisi şeytandır, o Zelenski Türkiye ilə deyir, bu saat danışır orada. Necə Kırımı almışıq deyir, oranı da almalıyıq. Bu dini xadimdir. Bunun dilində məktəb olar. Hə? Ne üçün bunun psixologiyasında bizim uşaqlarımız böyüməlidir axı? Ne üçün? Və sonra öz uşaqlarımızı geri qaytara bilmirik biz. Bunun kimi danışırlar bizim əleyhimizə. Bu bunun dini xadimidir. Bu keşişdir. Görürsünüz, bir ara erməni bağırırdı, siyasətçisi Konstantinopol. Yanırlar, o bir dənə İstanbul onların para ciyərlərində, sinələrində bir çarpaz xaç diyor, başa düşürsünüz. O Rubio da bara çəkib xaç çıxmış diye. Başa düşürsünüz indi niyə birləşirlər? Trump'la Putin. Yalan deyir, ona sanksiya edilməyəcək o Trump. Onlar eyni, onlar üzdəkdədirlər. Eyni, üzəngədədirlər eyni. Bağlanıblar bir-birlərinə. Onlar gəlib, bax orada Saudi Ərəbistanında yadınızdadır, Lavrov getmişdi ya, sonra xırdalar göndərdilər də. Lavrov getmişdi ora, bir neçəsi də Uşakov falan getmişdi. Onlar ona başa saldılar ki, hey, sən Çinin əleyhinə olmayı, Türkiyə dirilir. Türkiyə, Turan yaranırlar bunlar. Və bunlar Rusiyanı dağıdandan sonra, dağılacaqdır Tataristan'da, Başqırıstan, sonra Türk'dür də oranın içində. Ayılandan sonra Rusiyanı dağılmasın için kim öldürməyəcək. Sadəcə Tatar alimdir ki, mən Türkəm, Azərbaycan mənim dostumdur, Qazaq mənim dostum və Rusiya dağıldı.
Rusiyada almır, Rusiya çəkilir öz qabına. İşğal edib də oranı, işğal edici torbalardan çəkilir də. Onda Amerikaya başa salıblar ki, həmən o Kalantaryan, Lavrov, həmən o təcrübəsiz Trump'ın yanındakilara göndərmişdi ora, Vance filan, bu kimisə göndərmişdi onlar, həmən təcrübəsizləri. Başa salıblar ki, hə, bütün neft, qaz da bunlardadır, insan da bunlardadır, ağıl da bunlardadır, güc də bunlardadır. Bunlar özlərini tanısalar, başlarını pozmuşuq da, çipləri çatmışıq başlarına, özlərini türk saymırlar. Rus məktəblərinə gedirlər, özlərini elə ondan da bizə özlərini sevinirlər o Rusça danışdıqlarına görə. Ha, bunlar dirilirlər deyir. Əgər bunlar dirilsələr, onda Amerika bunlar nefti qazı Avropaya satacaqlar, Avropa ilə dostlar. Bunlar bardaşlıq deyirlər, bunlar başa salırlar Trump'a. Ki, bunlar barış deyirlər. Bunlar Atatürk, bunların başçısı, milliyyətçi başçısı deyib ki, Kürtdə barış, Canında barış. Bunlar hamı ilə dost olacaqlar. Çünki bunların dinində insan sevgisi var. Nə Müslüman, nə Xristiyan, nə Yahudi, nə bütpərəst, nə Hinduyist. Yox deyə, insan var bunlar üçün. Onu yaxşı bilir o Lavrov. Bu köhnə diplomatdır. Köhnə hiləgər, başa sala bilir. Görürsünüz ki, Trump dəyişildi. Dərd o Konstantinopolin dərdidir, bizim dərdimizdir. Nə İran dərdidir, nə də Çin dərdidir. Görürsünüz necə belə, onun üçün Rubio bura xaç çəkib çıxmışdı da. Xarici İşlər Naziri də bura nəsə çəkib çıxar. Onda biz ay ulduz çəkək çıxaq da bura. Ceyhun Bayramov ay ulduz çək çıxsın bura. Türkiyənin Xarici İşlər Naziri də bura bozğu çəksin çıxsın. Bir sakit baxaq bunlara, baş verənlərə. Bunu analiz eləmək lazımdır. Bunun üçün razborkadır.